Gel qardaş, gəl. Hər vaxtınız xeyirli olsun. Bu günləri mən sizə, əziz izləyicilərim, mükəmməl bir ev çəkirəm. Xırdalan şəhərində 4 nömrəli məktəbin yaxınlığında, əla bir yerdə. 3 mərtəbəli binadır, paket kupçalı, tam torpağın da evin də kupçası olan. Deməli 4 sotun içində 2 sot evdir, 2 sot da həyətdir. Həyət evin arxa hissəsindədir. Onu da çəkib təqdim edəcəm. Giriş isə bura maşını qaraja da sala bilərsin. Bax, bura qaraj hissəsidir. Yeri istip oldu. Mükəmməl bir evdir. Bura birinci mərtəbəsidir. Burada yataq otaqları biridir yataq otağının. İstiri sistemi kombidir. Aristonu var, kombisi var, 2 minutkası var. Hamam tuvaleti ayrı-ayrı. Mətbəx yuxarıda da var. Bura onun sanitar qoşağı, bir də təkcək hamam tuvaleti. Bura nədir? Burada da su ehtiyat çənləridir. Bura əlavə otaq. Burada da mətbəx hissəsidir. Bax, belə bir qəşəng mətbəx hissəsidir. Evin indi nə əşya qalacaqsa ev sahibindən, yəni danışılıb, ev qalır əşyalar. Əşyalar, bütün əşyalar 90% evdə qalır. Bura arxa küçəsidir. Bura arxa tərəfidir. Gəl burada ayaqqabı gir. Sən get bir dənə çək. Burada kombi yeri də oradadır. Ən bahalı kombilərdəndir. Navesi var həyətində. Belə bir oturmaq üçün. Yay yeri üçün doğrudan da bulağına qədər hər bir şey. 3 mərtəbəli həyət evimiz. Gəl Babək, gəl. O başdan götür evində. Güzəldir. Qiymətini də sizə söyləyəcəm. Gəl. Deməli, yenə izah edeyim. Xırdalan şəhəri 4 nömrəli məktəbin tam yaxınlığında əla bir yerdədir. Doğrudan da şəxsi tikili, özü üçün tikilmiş villadır. Buradan qalxırıq. 2-ci mərtəbəyə, oradan da 3-ə qalxırıq. Burada 2-ci mərtəbəsidir. Bax, belə bir foyedir. Burada da mətbəx hissəsi var. Yəni, ev mükəmməl bir evdir, həqiqətən. Xırdalanda belə evlər çox nadir hallarda olur, satışda. Yəni, satışda olur evlərimiz, amma belə evlər 3 mərtəbəli. Bax, bura onun zal hissəsidir. Zaldan eyvana çıxışı var buradan, pəncərə. Bütün əşyalar, demək, 90% evdə qalacaq. Bu əşyalar. Gəl qardaş, gəl. Burada da, deməli, sanitar qoşağı. Burada elə hara baxıramsa elə televizorda elə. O qədər televizorları var. Allah bol eləsin. Bura sanitar qoşağıdır. Bura sanitar qoşağı. Burada da bir uşaq yatıb burada. Bir də bu da yataq otağıdır. Uşaqlar üçündür. Mebelinə qədər hamısı yığılır. Gəl qardaş. Burada bir köməkçi otağıdır. Bu neçə otaq oldu? Aşağıda hələ 3-cü mərtəbə oldu. 5 otaq buradadır, 5 otaq. Hələ 3-cü mərtəbədə də görək inşallah neçə otaq. Gəl. Qardaş. Gəl, işıqları yandırdım. Burada mansar tipli 3-cü otaqdır. Bura mansar tipli. Bunun işıqları oradan yanır. Aha. Burada bax belə bir otaqdır. Yuxarısı mansar tipli. Çək. Kamerasına qədər evin mövcuddur. Burada da sanitar qoşağı. Deməli, hər mərtəbənin özünə məxsus sanitar qoşaqları var. Burada da bir yataq otağı. Burada 2-ci yataq otağı. Deməli, 5, 8 otaqdır bu. 8 otaqdan 3 mərtəbəli 8 otaq. Burada geniş bir yataq otağı böyüklər üçün. Bunun işığını da yandırım. Bir dənə bunu rahat çəkək. Burada yekunlaşıraq. Deməli, 8 otaqlı, 3 mərtəbəli, 4 sotun içində yerləşən villamızı çəkib təqdim elədim sizə. Doğrudan da mükəmməl, əla təmirli, 90% əşyalar evdə qalacaq. Xırdalan şəhəri 4 nömrəli məktəbin yanında. Qiymət 250 min manat. Real alıcı olarsa, bunu gəlib ev sahibinə oturub söhbət edəcək. Kanala abunə olun, videonu bəyənin. Belə evlər olanda bizə zəng edin, bizdən əlaqə saxlayın. Bizdə çox olur belə evlər. Sağ olun.